Xavariclər kimlərdir deyir? Azğın firqədir və onların toxumları hardan gəlir? Elə Peyğəmbər sallallahu aleyhi ve sellemin dövründən. O vaxt ki, Zulxuveysir adlı biri gəlir Allah Rəsulunun yanına və Allah Rəsulu sallallahu aleyhi ve sellem qənimət bölərkən nə deyir? Deyir, ey Muhammed adil ol, sən adil olmadın. Peyğəmbərə deyir ki, ədalətli ol, sən ədalətli olmadın deyir. Və Allah Rəsulü sallallahu aleyhi ve sellem deyir ki, vay olsun deyir, mən ədalətli olmayandan sonra da kim ədalətli olar ki? Və Allah Rəsulü deyir ki, sallallahu aleyhi ve sellem deyir, bunun kökündən gələcəklər, çıxacaqlar. Hələ gələcəklər. O, öncədən Peyğəmbər sallallahu aleyhi ve sellem xavariclər haqqında xəbər vermişdir. Və onlar barəsində deyir ki, qovm elə bir qövmdür ki, sizin namazınız onların namazlarına çatmaz. Və sizin ibadətləriniz onların ibadətlərinə çatmaz. Və Quran oxuyacaqlar, lakin deyir, Quranları hulqumlarından aşağı keçməyəcək deyir. Və İslamdan deyir, dindən deyir, oxun yaydan çıxdığı kimi çıxacaqlar. Fəeynəmə ləqitumuhum, harada görsəniz onları öldürün deyir. Çünki onların deyir, öldürülməsində böyük əcr var deyir. Bu hədis də gəlir Buxari və Müslimdə. Və deyir, bu nə zaman olur? Onların öldürməsi məsələsi. Harada gördüyünü öldürür. Bu hər adama aid deyil. Bu rəhbərə aid olan məsələdir. İkincisi də ki, əgər sənə qarşı vuruşsalar, Şeyx Fozan deyir ki, əgər onlar silahla müsəlmanlara qarşı qalxsalar, o zaman o zaman onlara qarşı vuruşulur. Və amma deyir, mücərrəd deyir, oturublarsa, o zaman yox, olmaz. Əmmə mücərrəd ənəhum yuzhirunə ra'yul xavaric söhbətləri eləyirsə və xavaric sözlərindən müəyyən sözlər danışırsa, bu xavarici deyib öldürüm, yox, belə şey yoxdur. Nə vaxt olur bu? Əgər silah qaldırsalar, gəlsələr müsəlmanların qanına, malına, namusuna, o zaman وَلَكِنْ لَا يُقَاتِلُونَ وَلَيْسَ مَعْهُمْ silah. Yəni silahsız olarlarsa onlara qarşı vuruşulmaz və ancaq onların fikirlərinə qarşı mübarizə aparırlar. Və onların azğınlıqları, zəlalətləri bəyan edilir. Və o zaman ki, qalxsalar ayağa, bəli, döyüşülür və bu haqda da həmçinin Əli radiyallahu anhu bəllidir ki, Nəhravanda xavariclərlə döyüşüb və xavaricləri öldürüb. Sahabələr də onunla bərabər xavariclərlə döyüşüblər. Çünki İslama böyük fəsadları vardı. Xavariclər İslama vurduğu ziyana heç yahudilər, xaçpərəstlər o qədər ziyan vurmayıblar. Onlar həqiqətən İslamı içindən dağıdan adamlardır. Yəni bunlar müsəlmanların birliyini pozmaq, həmçinin əsərlərə müxalif olmaq və cahiliyyə ölümü kimi ölməkdir bu. Və xavaric humullezine şəqqu. Xavariclər deyir insanları parçalayanlar, birliyi parçalayanlar, müsəlmanların rəhbərlərinə qarşı çıxanlar və hədə humul, yəni bunlar deyir, müsəlmanları təkfir eləyirlər, müsəlman rəhbərlərini, müsəlmanları təkfir eləyirlər, həmçinin böyük günaha görə təkfir eləyirlər və onların əlamətləri vardır deyir. Birinci əlamətləri nədir? Müsəlman rəhbərlərinə qarşı çıxmaq. Xavaricdən əlamətlərini gətirir burada. Və müsəlmanların rəhbərlərini devirmək istəyi. İkincisi, müsəlmanları təkfir eləmək. Böyük günahlara görə. Xavariclərin əsas əlamətləridir. Böyük günaha görə kafir görmək. وَالَّذِي حَمَلَهُمْ عَلَى هَذَا هُوَ الْخُلُفُ. Yaxşı, niyə görə belə oldular? Həddi aşmaq, xuluf. Allah Rəsulü sallallahu aleyhi ve sellem hər bir məsələdə həddi aşmaqdan çəkindirib. Və buyurub ki, sizləri həddi aşmaqdan çəkindirirəm. Sizdən öncəkiləri həlak eləyən həddi aşmaları oldu. Dində həddi aşmaq. Orta yol tutmaq lazımdır. Nə ifrat, nə təfrit. Və bunlar artıq həddi aşdıqları üçün azdılar. Həmçinin inkar, münkərin inkarında həddi aşmaq. Bu da quluvdur.